Bizim imamlarımız ve böyüklerimizin lakablar varlardı. Mesela İmam Hüseyin Seyyid-i Şühedâ'dı lakabı. Şehitlerin sağları seyyidi. İmam Hasan müştebadı. Seçilmiş bir insan. Numune bir insan. İmam Musa'yı Kazim'di. Yani o ki sabırlı bir insan idi. Hiç vaxt ne kadar çetinlik olsaydı, ne kadar bir şey insanı əsəbləştirseydi, o buzurcular hiç vaxt əsəbləşmeydi. Kəzm-i qeyz eləydi. Qoymaydı qəzəblənə. Və hər imamların bir ləqəb vardı. Əbdən müxtəlif ləqəbləri vardı. Biri artıq tanınır. Təbiətən Zeynəb-i Kubra salamullah aleyha o buzurcularında müxtəlif ləqəblər vardı. Elə qədimdən əvvəldən. Onun ən mən üçün maraqlı olan hissəm bir miqdarı vardı danışam. Bu dişi Zeynəb-i Kubra Əqilə ləqəblənibdi. Əqilə, əql, ağıldandır da. Əqil, yəni çox ağıllı insan. Əqilə deyiləndə, yəni çox ağıllı. Necə məsələn, biz diyor filan kəs əllam, çox bilən, əllamə, yəni çox bilən. Əqil də yəni ağıllı, əqilə yəni çox ağıllı. Bunun mənası budur ki, çün xanımdır diyor ki əqilə. Yox. Elə kişiyə də demək olar əqilə. Çox ağıllı adama deyirlər əqilə. Yəni kişi, xanımı yoxdur. Necə məsələn vardı bəzi hədislərdə ki, soruşurlar imamlardan bir şəxsi var, rəculun, raviyətun lə əhadisekum. Bir nəfər vardı, raviyə. Raviyə ərəb dilində zahirən xanımlara deyirlər ravi. Kişi rivayət eləsə ravi. Raviyə teynən. Vəli burada deyir rəculun raviyə. Bir kişi ki raviyədir. Cəddidir ravi da rivayət eləyən. Niye burada hanımlar sifətincədir? Yox, hanımlar sifətdir o. Biz ədəbiyyatdadır, o ta-tay mübaliğədir. İstəyir onu çoxluğun göstərir. Mesela Əllamə kimi, mesela Əllamə təba-təbai. Əllamə təba-təbai, ağaydı da Məhəmməd Hüseyni, təba-təbai, Təbrizi, Əllamə təba-təbai. Bu istilahən deyirlər tay mübaliğədir ya təkid mübaliğədir. Zeynəb-i Kubra'da əqilə deyilir. Bunun çünkü çox ağıllıydı. Bunun çox mənası var. Niyə mənə maraqlıdır bu söz? Necə cəhətə görə? Bir budur ki, çoxlar deyirlər ki, İslam əsən qadına ehtiram qoymayın. Qadınları elə bil ikinci dərəcədə əvvəl ağalar, sonra məsələn qadınları sayı. Belə bir fərqli dəyər verir. Bu əlbəttə yalan bir söz deyil. Kişi ola, xanım ola, qadın ola, heç fərqi yoxdur. İnsan insandır, bəşər bəşərdir. Böyle təbiətən bəşər iki cinsiyyətlə olur. Ya kişi olur, ya xanım olur, biləxərə. Bu təbiidir da. Zovcudur bəşər. Təkdir, zovc yaranıbdır. Necə məsələn baxsın, indi biz məsələn əqqabımızı, biri sağdır, biri soldur da. Zovcudur da, iki taylıdır. İndi sağ ayaqqabı yaxşıdır ya sol? Gülməli bir sualdır. Yəni sağ-sol olar ayaqqabıdır. Allah buyuruyor, وَلَقَدْ خَلَقْنَاكُمْ əzvaca. Biz siz bəşərləri zovc xəlq eləmişik. İki taylı yaratmışıq. O tay, bu tay. O tay, bu tayın mənası yoxdur ki, bu yaxşıdır, o pisdir ya, o pisdir, bu yaxşıdır. İki taylıdır bəşər. İnsan deyiləndə, yəni kişi və xanım. Bir yerdə olur insan. Necə ayaqqabı deyəndə, biz iki, bir cüt. Sağ, sol, olur bir ayaqqabı diyordur. Bunu misal dememle istəyən bunu ərz edirəm. Bəzilər istəyirlər başqa cür başa salarlar. Məxsusən xanımları istəyirlər uzaq eləsinlər diyanətdən. Belə bir sözlər, söhbətlər gəzdirirlər. Bu ləqəb ki imamlar zamanından Əqilə-i Bəni Haşim
Zeynəb-i Kubranın ləqəbidir, göstərir ki, bu söhbətlər yalan söz söhbətdir. Əqilədir. Maraqlı budur, bunu kim deyibdir? Fədəc xutbəsi mərufdir. Fatimə Zəhra salamullahi aleyha Peyğəmbər İslamın fotundan sonra o fədəci ki, Həzrət onu bağışlamışdı Fatimə Zəhraya, bir yer idi. Bir miqdar gəliri var idi. Ki, bir kömək olsun Fatimə Zəhranın yaşayışına və ailəvi xərclərinə. Bir dəsisə ilə dedilər ki, yox, fədəc şeydi, umumidir, ancaq Fatimə Zəhranın döyürü, belə bir şeylər. Həzrət gəldi bu bəhanə ilə və bunun əlbəttə mövzusu ilə bir müfəssəl xutbə elədi. Peyğəmbərin məscidində ki, tarixdə səbt olundu. O hədisi Fatimə Zəhranın fədəcdə olan xutbəsi, fədəc barəsində olan xutbəsi, xutbə fədəciyyə deyilir. Onu Abdullah ibn Abbas. Abdullah ibn Abbas, Abbas Peyğəmbərin əmisi idi. Onun oğlu idi. Yəni Peyğəmbərin əmi oğlusudur Abdullah ibn Abbas. Böyük şəxsiyyətdir. Həqiqətən böyük bir şəxsiyyətdir. Məxsusən təfsirdə və dini məsələlərdə. Az cümlə adamlar ki, fədəc xutbəsini nəql edibdir, Abdullah ibn Abbasdır. Və maraqlı budur, Abdullah ibn Abbas fədəc xutbəsini nəql eləyəndə onu müntəsəb deyil, mən bunu, yəni bu xutbənin ümumiyyətdə o cüz'iyyatı ilə bunu mən Zeynəb bint Ali əqilətuna ondan nəql edir. Çox maraqlıdır ya. İbn Abbas deyir, mən bunu Zeynəb dilindən göstərir ki, Zeynəb-i Kubra o tarixdə qəşəng başa düşəymiş və Fatimə Zəhranın xutbəsini yaddaşında saxlamışdı. Abdullah ibn Abbas deyir, mən Zeynəblə bunu nəql eləyəm. Marağı budur. Hansı Zeynəb? Zeynəbdir əqilətuna. Demək, əqilə-i Bəni Haşim yoxdur, bizim əqiləmiz. Yəni bizim içimizdə ən ağıllı, ən əqlə tanınan, ağılla tanınan Zeynəbdən nəql eləyəm. Çox gözəl bir ibarətdir. Bu Zeynəbin xüsusiyyətini sən bütün həyatında görəysən. Bir hissəsini biz görmüşük, eşitmişük. Kərbəla hadisəsi bir müəyyən zamanda olubdur. Zeynəb-i Kubranın həyatı çox uzun olubdur. O ki biz eşitmişik, almışıq, onlarda artıq görüyoruz. Sən bax gör, belə bir xanım, belə hadisə, belə ittifaq, belə çətinlik görür. Qaydətən xanımlar artıq hissinə yanaşırlar məsailinə. 2 balası şəhid olub. Zeynəb-i Kubranın Kərbəlada, gözünün qabağında. Qardaşları şəhid olub. Qardaşlarının balaları şəhid olub. Nə bir dənə, nə 2 dənə. Belə bir xanım danışığına baxırsan bu hadisədən sonra, görürsən bütün ağlıdır. Heç bir hissinə ya bir ibarəti ki, elə bir cür adam əsəbləşə, ya məsələn narahatçılıqdan bir söz deyə, belə bir nişanə görməyəsən. Bu göstərir ki, vaqəən əqilədir. Həzrəti Zeynəbin ağlının gücü orada bilinir, özünü itirməyir. Möhkəm, dağ kimin dayanır? Bu çox mühüm məsələdir. Bu əlbəttə müxtəlif yerlərdə Zeynəb Kubranın xutbəsi vardı, söz danışıbdı. Kufədə olubdu, sonra Şamda xutbələri olubdu. Və maraqlı budur ki, bu xutbələri
çox yerdə nəql olubdur. İstəyirəm bir moridinə işarə eləyəm, mənə çox elə calibdir. Həm elə Fədək xutbəsin, həm Həzrət Zeynəbin xutbələrin. Bir əhl-i sünnət böyük bir alim vardı. 3-cü əsrin, yəni 203-də dünyaya gəlibdi. İbn Əbi Tahir adında bir böyük alimdi, əhl-i sünnətdəndir. Bir kitab yazıbdı, adını qoyub Bəlağatun Nisa. Xanımların ən gözəl söhbətləri, bəliğ, fəsih. Çox tanınmış bir kitabdır. 3-cü əsrdə, yəni 203-də dünyaya gəlib bu şəxs. 280-da da dünyasını dəyişibdi. Qəməri tarixi ilə. İndi ondan məsələn 75-6 il ömr eləyibdi. Ki baxanda İmam Rıza əleyhissalatu vəssalam 204-də dünyasını dəyişib. Yəni İmam Rıza'nın bir il İmam Rıza olanda bu dünyaya gəlibdi. Bir yaşı var imiş. İmam Həsən Əskəri də 260-da dünyasını dəyişibdi. Bu 280-da dünyasını dəyişib. Yəni 20 ildə Qeybət-i Kubra, Suğra'da bu var imiş. Yəni bir həssas zamandır, yoxun bir zamandır. Və çox mühim bir kitabdır bu kitab, həqiqətən. Və maraqlı budur ki, bu kitabın dastan nə cür olubdu, o çapa gedibdi, o ki əldə vardı. Bu kitabı Misrdə 1908 çap eləyiblər. 1908. Yəni 120 il təqribən bundan qabaq. O zaman Misrdə çap olubdu. Özü bir alimi əhl-i sünnət. Bunlar deməkdən məqsədim budur. İndi məsələn istəyirlər, bücür deyərlər ki, Şiə cərəyanı, İmam Hüseynin məsələsi ancaq elə şiər təzə düzəlmə bir şeydir. 120 il bundan qabaqdan bu kitab çap olub. Bu kitab da özü 14 əsr bundan qabaq yazılıb. 12 əsr bundan qabaq yazılıb. O zaman yazılıbdır. Misrdə çap olubdur. Şiələr çap eləməyiblər. Əhl-i sünnət çap eləyiblər bu kitabı. Orada Həzrəti Zeynəbin xutbələrin, xanımların xutbələrin nəql eləyir. Əlbəttə üçün əhl-i sünnətdir. Birinci Aişənin xutbələrini gətirir. Bu Aişə də İslam tarixində tanınmış bir şəxsiyyətdir. Yəni bundan belə ki, biz qəbul eləmiyoruz onun çoxlu hərəkətlərin, məxsusən Cəməl müharibəsində ki, bir fitnə kimi düzəldi və Mola Müttəqiyanla mübarizə. Və Həzrət ehtiramını saxladı Aişənin, qoymadı. Çünki Peyğəmbərin xanımı idi və ehtiramı lazım idi. Bundan belə İslam aləmində Aişə bir tanınmış bir şəxsiyyət kimi birinci Aişənin xutbəsini gətirir kitabında. Çünki əhl-i sünnətdir. Şayət də bunu çünki çox məsələn hələ o zamanda bəzilər həssas olmasınlar, şey deməsinlər, mümkün deyil cürdə olmuş olar. Birinci Aişənin xutbələrindən gətirir. İkinci xutbə ki nəql eləyir, xutbə-i Fədək Həzrət Fatimə Zəhradır. Haman xutbə ki Fatimə, ikinci bunu nəql eləyir. Və Fədək xutbəsinin ən mühim sənədlərindən tarixdə elə bu kitabdır. Çünki Şiə yazmayıb, əhl-i sünnət yazıb və ən yoxun zamanda yazıbdır. 3-cü əsrin əvvəllərində olubdu bu. İmamların zamanında bu yazılıbdı. İmam Rıza, İmam Cəvad, İmam Hadi, İmam Həsən Əskəri, bu imamların dövrəsində olub bu şəxs bu yazan kitab. Maraqlı budur. Fatimə Zəhra sallallahu xutbəsindən sonra Həzrət Zeynəb Kubradan xutbə nəql edir. Birinci Ayşə, ikinci Fatimə Zəhra, üçüncü Həzrət Zeynəbin xutbəsini nəql edir. İstəyəm bir miqdar ibarətlərdən oxuyam. Çox maraqlı bir ibarətlərdir. Bir salavat buyurun, mən tapım buna. Allahümme salli
İki dənə əlbəttə xutbənin həm Şamda Həzrət Zeynəbin xutbəsini nəql eləyir, həm Kufədə. İkisini də nəql eləyir. Bu cür gətirir. Ən Səid ibn Muhammed el-Himyari, Əbu Məaz, ən Abdullah ibn Abdurrahman ki Şam əhliymiş, ən Şubət ibn Hədam el-Əsədi, قال قدمت الكوفة. Bir nəfərdən nəql edir, mən gəldim Kufiyə sənətə 61. 61-ci ildə. 61-ci il Məhərrəm, 61-ci il İmam Hüseynin şəhadət deyirkən illidir da, 61-ci Məhərrəm. Yəni o ilin əvvəli Məhərrəm 1-ci aydı qəmərdə. Sənətə 61. Və hiyə sənətü ləti qutilə fiyhəl Hüseyn əleyhissalam. İbarətlərə baxın, Şiə kitabı deyir ha. Bizim İmam Hüseyn əleyhissalam deyir. İndi əhl-i-sünnət, indi məsələn, bu baxsan Vahabilərdə deyirlər, niyə əleyhissalam deyirsiniz? 12 əsrdən qabaq. Əhl-i-sünnət alimi yazdığı bu. Təzə bir şey deyir. Özdə Misirdə 120 il bundan qabaq çap olubdu. Təzə bir şey deyir. Vahabiyyət hələ o zaman heç şayad tanınmamışdı çox. İşim yox. Eyni ibarətlərini oxuyam. O çap ki, elə Misirdə çap olubdu. Yəni Şiənin heç dəxli yoxdur bu iş. Və hiyə sənətü ləti qutilə fiyhə əl-Hüseyn əleyhissalam. Mən gəldim Kufiyə vardı oldum. Elə bir münasibətdə. Fərrəeytun nisa əhləl Kufə. Gördüm ki, əhl-i Kufənin xanımları yevmə izin yəltədimnə muhtəkkatel cüub. Gördüm bunlar özlərin vıraylar, bizim dərəcən yaxaların cıraylar narahatçılıqdan. Və rəeytu Əliyə ibn el-Hüseyn əleyhiməssalam. İbarətə bax, Əliyə ibn el-Hüseyn əleyhiməssalam. Gördüm Əliyə ibn Hüseyn, İmam Səccad əleyhiməssalam, həm Hüseyn, həm oğlu Əli Zeynəl Abidin işinə də salam olsun və huvə yəğul. Gördüm danışay. Be savtin zəil. Gördüm çox zəif, ya aşağı səsinə bir söhbət edir cəmaat. Və qəd nəhlə minəl mərəz. Məlum idi ki, xəstəlikdən çox arıqlamışdı. Bu əhl-i sünnətin ibarəti, yəni şey ibarəti deyir. Qəd nəhlə minəl mərəz. Nə deydi? Deydi, ya əhləl Kufə, ey Kufə əhli, innəkum təbkunə əleyna, fəmən qətələn ağil. Deyirsiniz, büzür ağlaysınız. Xanımlar büzür narahat. Daha siz büzür ağlayıyorsunuz, ben kim idi bizi öldürən? Yəni siz gərək bunu qabaqdan qoymaydınız belə bir şey olsun. İndi olandan sonra ağladın, nə faydası? Allah rəhmət eləsin. Mərhum Mün'im Ərdəbili vardı, bir çox arif bir şair idi. Onun bir gözəl qəsidəsi var, namaz barəsində. Orada nəql idi bir nəfər, gecə idi bir ata, vəsiyyət eləmiş ki, mən öləndən sonra mənə namaz qılın, nə eləyir, nə qayrın? Bu da deyil, oğlu gecə bir yerə aparaydı, qədim o çıraqlar əldə aparaydılar, əl çırağı. Ondan gedəydi qabaqda, getdi biraz, bu da yaşlı idi, oğlan da şey, biraz da qaldı dala. Dala qaldı, gördü ki, görmək qabağına axı, qaranlıqdır. Dedi, bala, niyə dala qalıbsan? Çək qabağa, görüm də hara gediyəm. Dedi, ata, yadındadır mənə dedin, məndən sonra mənə namaz qılarsan? Dedi, o şehirdən uzun bir qəsidədir, çox gözəl. De, o namazlar ki, sonradan gələcək, elə bu nurdur ki, dalda qabağı görməysən. Daldan gələn çırağın nə nuri, nə cəlası var. Arxadan gələn, o sənin qabağı ışıq eləməyəcək. Əgər istəyirsən qiyamətdə qabağın ışıq olsun, ki Allah buyurur, və nuruhum yəs'a beynə əydihim, qiyamətdə müminlərin nuri qabaqlarında hərəkət eləyəcək, işıq
qabaqlarında olacaq. De, əgər istəyirsən özür ola, demə ki, məndən sonra mənə namaz qıl. Özün də namaz qıl. Getməmiş namaz qıl. Qabaqdan yolla əməllərini. Qarazım budur ki, bu da istəyib buna işarə elə İmam Səccad ki, xub, onu qabaqdan bu işi görüyoruz. İndi olandan sonra da ağlamağızın nə faydası vardı? Bəsirət olmadı, sonra başı tapdamağın faydası yoxdur. İstəyim nə deyəm? Bax, büzürsüz, ağlayırsınız, şivən eləyirsiniz, böyle özü tapdayırsınız. O da indi niyə də? Kim idi bizi öldürən? Bahardan gəlirlər bunlar. Sonra zəkərə hədis kim yox. Sonra gəldi, Alahi şəxsidən də rivayət nəql eləyir ki, o zaman ki, ləmma udxilə bin nisfətə min Kərbəla. Zaman ki, Kərbəla'dan xanımlar gəldilər Kufiyə, eləl Kufə, Kanə Əli ibn Hüseyn əleyhissalam zəilən qəd nəhəkəthul illə, çox zəifləmişdi və rəeytun nisa əhləl Kufə müşəqqatı. Eyni həmun ibarətləri başqasından nəql eləyir. Ta ki, yetişdi, İmam Səccadın səsi çox zəif idi, xəstə idi, eləyənməydi, Zeynəb-i Kubra başladı danışmağa. Bu kitabda nəql eləyir. Ki, eşitmişik. Dəfələrlə bizim rivayətlərdə də var. Mutta bu kitabda Əhl-i Sünnətin rivayətində o zaman nəql olur. De gördüm ki, başladı bir xanım danışmağa ki, görməmişdim ondan nütkü qudrətli. Kənnəma təntiqu və təfzə'u əliyyə əla lisan əmiril-müminin əleyhissalam. De başladı danışmağa, elə bildi ki, Əli danışır. Çünki Kufəli Əli ilə yaşamışlar, xütbələrini görmüşlər də. Və belə hiss elədik ki, Əlinin səsi elə bil bir də Kufədə yetişdi cəmaətin qulağına. Bəd deyir ki, ya əhləl Kufə, müfəssəl ibarə. Bu Kufədə olan. Şamda olan yenə də o nəqlidə bir müqəddəməsini oxuyayım. Orada da maraqlı ibarətlər vardı. Çox dərslər vereyim. O zaman şiyə dəxli olmayan bir kitabda nə cür baxıymışlar bu qəziyyə. Bir salavat buyurun görüm o birisinde tapmış. Allahümme salli ala Muhammed ve ali Muhammed. İbarəti büzcədə ki, kəlam-ı Zeynəb bint Ali ibn Əbi Talib və aleyhə və aleyhəssalam. Zeynəb, Əlinin qızının söhbəti aleyhə, yəni Həzrət Əliyə və aleyha. Hazreti Zeynəbə salam olsun. Qalə ləmmə kana min əmr Əbi Abdullah Hüseyn ibn Ali aleyhissalam. O zaman ki, o hadisə-i ki, ittifaq düşdü Əbi Abdullah Hüseynin aleyhissalam. Hüseyn ibn Ali'nin hadisəsi, yəni Kərbəla hadisəsi. Əlləzi kana, o ki oldu da, istəmir çox aça üstün. O hadisə-i ki, oldu. Bu ibarətlə gətirir. Biz deyir də hələ olan oldu da, yəni da istəməyəm deyəm. Vənsərfə, maraqlı budur. Vənsərfə Əmr ibn Səid. Ya Ömər, burada Əmr ibn Səid gətirir. Vəli bizdə diyor Ömər ibn Səid deyir. Vəli bu ibarətlə ki, Əmr ibn Səid gətirir. Biz Ömər ibn Səid diyor. De gəldi, Əmr ya Ömər ibn Səid gəldi, maraqçı budur. Vənsərfə Ömər ibn Səid ola biz dediyimiz, bunun ki Əmr ibn Səid deyil, la'nətullah, la'nəhullah. Bu ibarət kitabdır. 120 Misirdə çap olan 12 əsrdən qabaq yazılan kitab. İndi bizə deyirlər ki, niyə lənət eləyir? La'nəhullah. Bu qayıtdı ben nisfə. Qadınları özü ilə gətirdi və bəqiyyəti min ali Muhammedin sallallahu aleyhi və vəccəhənə ilə İbn Ziyad. Deyir, Ömər Səd götürdü, qanunu gətirdi. O hadisədən sonra İbn Ziyad. Hələ ibarətə bax. İlə İbn Ziyad. Lənəhullah. Allah onu lənət eləsin. فوجهن هذا الى يزيد لعنه الله.
Bu kitab da alan var bu kitab. Məndə var bu kitab. Qahirədə çap olan kitab məndə var. Hala bu şeydən oxuyam mən. İnternetdən. Şeylə onu özün salıblar və var deyələr. Hazırdır. Bunları apardı Yezidə tərəf lənəhullah və qəzəbə aleyh. Allah'ın qəzəbi ona olsun, lənəti ona olsun. Fələmmə musselu beynə yədey. O zaman ki bunlar yığdılar Yezidin qarşısında əmərə bir əsəl Hüseyin aleyhisselam. Əmr elədi ki, Hüseynin başını gətirsin. Sonra deyim, bütün nəcür gətirirlər, nə oldu işim yox, o şeirin oxuyur, sonra deyişin nəcür olacaq filan, sonra Həzrəti Zeynəb başlayır xutbəsi. Bu ibarətləri eyni kitabdan oxumaqdan məqsədim budur ki, bizim havasımız olsun. Bu məna ki, biz bu günləri onu bir böyük ilahi əmanət kimi ürəyimizdə daşıyıq, Əhl-i Beytin eşqi, məhəbbəti, İmam Hüseynin Kərbəla hadisəsinin əzəməti, onun düşmənlərinin pisliyi, məlun olmaqları təzə bir şeydir. Bu bir şeydir ki, əsrlər olubdur. Həmişə, baxsın indi məsələn, Tacik qardaşlarımızdan gördüm, burada da varlar. Əhl-i sünnət Tacik üləmaları İmam Hüseynə müfəssəl mərsi oxuyurlar. Elə bizim kimi. Çünki əhl-i sünnətdirlər. Bizim Ərdəbil tərəfində bir Ambaran kəndi var. Əhl-i sünnətdirlər. Bizdən çox yaxşı İmam Hüseynə azadarlıq eləyirlər. Müfəssəl. Mən çox yerlərə getmişəm əhl-i sünnətlə. Müaşirətim olub. Əslən, İmam Hüseynin eşqi, İmam Hüseynin məhəbbəti, Zeynəb-i Kubranın məqami. Əslən, biz şiələrə aiddir. İslam aləminə aiddir. Rıza İbn Abbas deyəndə deyil, bunu mən kimdən nəql eləyəm? Zeynəb əqilətuna. Bizim əqiləmiz. Yəni, bütün İslam aləminin əqiləsidir Həzrəti Zeynəb. Bizə dəxli yoxdur. O da belə bir münasibət, viladət münasibəti. Nə biz üçün? İslam'a bir bayramdır. Ki, belə bir şəxsiyyət, böyük bir insan belə bir gündə dünyaya gəlibdir. Allah'tan istiyor bizləri Əhl-i Beytdən ayrı salmasın. Amin. Belə məclisləri ki, tövfiqimiz olayı, hazır olaq, iştirak eləyək, fayda aparaq. Belə bir məclislərdən bizim ayağımızı kəsməsin. Amin. Burada xidmət eləyənlərə Pərverdigara özün öz lütfü ilə, kərəmi ilə böyük əcr və böyük padaş, mərhəmət elə. Balalarımızı, uşaqlarımızı İslam yolunda, din yolunda hamısın əhl-i namaz, əhl-i ibadət elə. O bəlaları ki, beynimizə gəlməz, o bəlaları bizdən uzaq elə. İslam aləmindən düşmənlərin, şeytanların şərrini uzaq elə. Pərverdigara zalimləri özün, öz qudrəti ilə, müsəlmanların himməti ilə aradan apar. Müsəlmanların izzəti həmişə olubdur. Müntəhə tapdal eylər hər yerdə Pərverdigara. İzzət İslamını, ümmət İslamın izzətin bir də dünyada qalib elə. Pərverdigara, mehribançılıq, məhəbbətçiliyi bizlərə çox görmə. Ölənlərimizi qəriq rəhmət elə. Qalanlarımıza səhət, səlamət, afiyət, düzgün iman, mərhəmət elə. Onlar ki, çətinlikdədirlər, Pərverdigara çətinliklərin öz inayəti ilə bərtərəf elə. Borçluların borcun əda elə. Xəstələrimizə məxsən onlar ki, mənzur nəzərdirlər, şəfa mərhəmət elə. Pərverdigara Mevlamız, ağamızın zuhurunda təcil elə. Bizləri ona gözəl şiyələrdən müqərrər elə. Onun rikabında mücahidət eləyib şəhid olanlardan qərar ver. Pərverdigara bizləri şəhidlərin qanına mədyun eləmə. Onların ruhunu bizdən şad elə. Razı elə. Pərverdigara, ta bizləri bağışlamayıbsan, qələmi əfv çəkməyibsən günahlarımızdan, bu dünyadan aparma. Əvvəl gecə qəbrimizdə Pərverdigara nur Əhl-i Beyti bizə qonaq qərar ver. İmam Hüseynin mübarək nurin, qədəmin
bizim əvvəlcəcə qəbrimizdə özün öz lütfü ilə, kərəmi ilə bizə nəsib elə. Bizi məhşərdə əhl-i beyt ilə, peyğəmbər ilə və əvliya ilə məhşur elə. Günahlardan, xətalərdən, fəsadlərdən bizi uzaq elə. Bütün möminlər hamısını öz kərəf inayətində hifz elə. Burada olan əzizlərimiz hamısına can salamətçilik və tövfiq, mərhəmət elə. Bu naqabil fəaliyyətləri və işlərimizi, dini fəaliyyətlərimizi bizdən qəbul elə. Ben Nəbiyyə və aleyh uzaq bir sələvat.